bura qoyub ki, ödəniş 50 qəpik. Ay, 50 qəpik Bəli, vermişəm. bəli. Sənin başa düşürəm. İndi sistemi keçdiyinə görə də, indi onu yazıb qoymurlar, sənin başa düşürəm. Düz deyirsən, haqlısan. Sənə inanmıram. Amma bu biz nə edə bilərik? Biz buradan Sən işin də deyin nədirsə, mən niyə bura 5 manat verim? Mən bir gün lampam xarab olur, bir gün çıxıl gəlirəm almağa, bir gün şey maşının üçün şey zapças lazımdır almışam. Bəli, bəli, sənə başa düşürəm. O tək sənin maşınıma deyil ha, bu səhv başa düşmür. Bu gün arzına yəni istəsən. Bildim, kimdirsə desin də cavabını mən niyə 5 manat dəliyəm, mən 5 manat verirəm bura gəlirəm. Mən də ayaqaltı dəyişəcəm, bura 5 manat pul verəcəm. Yox, hər dəfə 5 vermirsən. Hə, neçədə mi verirəm? Hər dəfə 5 vermirsən. Demirəmsən, limiti keçirsən, ödəniş eləyirsən 6 manatı. Görün bu nədir? Yox, ödənişi deyil. Hə, video çəkirəm, budur bax, burada özüm. Səni çəkmirəm, ha, kimdir böyüyü gələcək, onu mən deyirəm. Sən özümə düşməsin, danışmaya lazımdır. Yaxşı eləyirsən. Prosta o sil də zəhmət olsun. Yox, silməyir, gör məni buraxın, silin. Mən nəyə görə verməliyəm? Bir dənə qayda qanunu göstər ki, nə harda yazılıb ki, mən burada bir şeylə gitməliyəm belə ödəniş eləmək. Qurban olaram. Yox. Səni görsəm mən səndən. Yox, mən də sənə görsəm nə deyirəm ki, istəyirsən sileyim, mənə buraxmazsın çıxım geri. Kimlikdirsə çağır onu. Yox. Mən sənə Bildimlə qarışdım. Sən izah elədin, çox gözəl. Əgər elə bir şey varsa mən 102-yə zəng eləyəcəm indi, onlara müraciət edəcəm, yaxşımı? Sən bir dənə o kameranı səndə biz səninlə söhbət edirik. Yox, söhbət edirsə mən bilirəm axı indi nə olacaq ona görə. Eləyirsə problem yoxdur. Ya buraxım çıxım gedim, problem işlərimi görüm. Ya 102-yə zəng eləyim. Yaxşı, çox gözəl. Yaxşı.